Rəcət tənasux deyil. Telekarnasiya bir söz dilləri. Nə deməkdir bu? Tənasux. Yəni bir insan ölür, onun ruhu hər hansı bir canlı və ya cansızın bədəninə girir, o ruh orada qalır. Bu oxumuşuq dinlər tarixində Hindistanlılar, bütpərəstlərin düşüncəsində, inancında bu şey var. Bu bizdə yoxdur. Tənasux, telekarnasiya bizdə yoxdur. Çünki hər bir ruh öz bədəninə aiddir də. Onlara vakib insan öldü, onun ruhu müəyyən bir canlıya, övladına, nəvəsinə, kim çox istəyirsə onun bədəninə girir və ya da canlı heyvana daxil ola bilər və yaxud da ki, hər hansı bir əşya. Məsələn, bu taxta, məsələn, nə bilim, meymun oyuncağı var və ya məsələn, həyatda nə bilim, deyə bir top var. Məsələn, rəhmətliyin ruhu buna girib. O top lazım müqəddəs sayılır. Aydındır. Bizdə o şey yoxdur. Mən bilən telekarnasiya belə bir söz var. Olmasa hərf səhv eləyim. Belə bir təxmin bir sözdür. Bizdə də tənasux. Yazsaz Google-da gələcək. Mən fikrimdən çıxdı, o dəqiq baxam. Amma bilirəm ki, belə bir söz var. Telekarnasiya belə bir sözdür. Bu o deyil. Yəni tənasux rəcət deməkdir. Rəcətdə həmin bədənlər qayıdır. Tənasuxda isə olan fikrin əsasən müəyyən qüvvələrin, müəyyən bir cərəyanların insan ölür, gedir, ruhu gəzir. Girib kimsə bədəninə, o artıq odur. İndi burada orada suallar çıxır. Bu diri adam ki, onda rəhmətli ruhu girib ha. İndi burada günah iş görür, savab iş görür. Bu kimə yazılır? Özünə mi, ona mı? Və yaxud da bunun müəyyən bir cəhətləri, xassətləri dəyişirsə, günahkar kimdir burada? Və ilə axır. Amma Quran nə deyir? Hər kəs öz əməllə reinkarnasiya. Bəli. Reinkarnasiya, düz əhsən. Allah kimi yazır. Qeydləyin onu. Çalışın ki, məsələn, dini terminlər olan sözləri elmi də qeydləyin. Mən bəzən deyirəm, obyektiv, subyektiv, əqli, nəqli. Bunlar da mən danışdım ki, hamımız qeydlər. Reinkarnasiya həm o tənasux bizim dilimizdədir. Yəni dini terminlərdə. Rəcət bu baxımından keçmiş ümmətlərdə ölülərin dirilməsi kimidir və əslində bir dəstənin bu dünyaya qayıtması bütün insanların istisnası olaraq diriləcək son qiyamət üçün kiçik bir təzahürdür. Yəni burada müəyyən bir kütlə dirilir, orada isə hamı diriləcək qəbirdən. Münaqişə budur ki, Peyğəmbər vəfatından sonra rəcət məsələsini ilk dəfə irəli sürən Ömər ibn Xəttab olub, ikinci xəlifələri. İbn Hişam deyir ki, Peyğəmbər vəfat edəndən sonra Ömər ibn Xəttab qalxır ayağa və deyir ki, münafiqlərin bir dəstəsi Peyğəmbərin öldüyünü güman edir. Xeyr, o ölməyib. Allaha tərəf gedib. Yenidən qayıdacaq. And olsa Allaha, yenidən qayıdacaq və o ölüb bir daha qayıtmayacaq deyənlərin ələyağını kəsəcək. Belə bir fikir yerə sürüb. Bu qısa da olsa məlumat mən verdim rəcət barəsində. Məlumat təşkil mənası qardaş deməkdir. Kimlərin qardaşı? Hamının yox. Qiyamətdən qabaq xalis möminlərlə, xalis kafirlərlə qardaşı haqq hesab üçün. Burada olan, yəni dünya görsün də, müəyyən məsələlər var ki, xanım Fatimənin məsələsi ta ilə axır. Əl-Əsəm xəlifəli ilə axır, hamısı bilinsin.